Hədislərdə var, bəndə istiğfar eləyir, bağışlanmaq istəyir Allahdan. Allah ona nə verəcəyini görsəydi, ləmatu şəvqən, şövqdən ölərdi. Qiyamət gününün gözəlliyi üstünədir, pərdə çəkiləcək. Bizim birinci gördüyümüz şey, ilahi sən nə qədər mehribansanmış. Bu mehribansılıq bizi öldürəcək. Bir dənə söz deyim sizə, görüm düz deyirəm yoxsa yox. Dillə mehribanlıqdan danışırsan, cəmaat cürət tapır günah eləməyə. Bir insan Allahın mərhəmətinə tam inansa, o mərhəməti görsə, mümkün deyil Allaha aşıq olmasın. Bir adam Allaha aşıq deyilsə, deməli Allahın mərhəmətinə inanmayır. Çünki onun mərhəmətinə inanmaq, onun mərhəmətinin gözəlliyini görüb ona aşıq olmamaq mümkün deyil. Kim burada iddiadadır ki, Allah aşıq idi, o adam deyə bilər ki, mən Allahın mərhəmətinə inanmışam. Bir insan Allahın mərhəmətini bütün gözəlliyi ilə görsə, ona aşıq olmasa mümkün deyil.